Gənclərimiz 3 gün Mədinədə oxuyur, gəlir, Azərbaycana girdi, dilin dəyişir. Lə yox, yəni, əhlən, səhlən, əxi, oldu ərə. Və ya 3 gün gedir İranda oxuyur, Qumda oxuyur, Fasda oxuyur, Azərbaycana girdi, şivəsini dəyişir. İnsanda ki, təxtidir, vaxtədir, yoxluğu olmadı, oldu fars. Baxın, Allah Rasulü bizə İslamiyyət çatdırır. Biz nə ərəbdən, nə farsdan mədəniyyət almamışıq. Bizim öz dəyərlərimiz, əmin olun, ərəbdən də, farsdan da, fransızdan da, mənim əcdadım təxarətdən istifadə edərkən, fransız, üzr istəyirəm izləyicilərimizdən, hər birinizdən, evdə kağız eləyib pəncərədən bir-birinin başına atırdı. Fransız ətrini niyə çıxartdılar? Amma bugün mənim gənclərim Avropada oxuyan özünü Avropa evdə ayaqqabı ilə gəzməyi mədəniyyət zənn etməyə başlayır. Amma Mədinədə oxuyan özünü ərəb zənn etməyə başlayır. Biz nə ərəbdən, nə farsdan mədəniyyət almamışıq. Bizim mədəniyyətimiz hər birindən üstündür. Biz Allah Rasulundan İslamiyyət almışıq. Bizim mədəniyyətimiz İslamla yoğrulmuş mədəniyyətdir.